Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Bəzən insanlar var ki, düşünürlər ki, kimlərsə onları xilas etməlidir. Amma bu belə deyil. Çünki insan özünü xilas etməlidir. Düz ola bilər, qarşı tərəf fikirləşər ki, kömək lazımdır hər zaman və yaxud kimsə kömək etməlidir. Bunlar olmalıdır, amma insanın özünə kömək etməsə, özünə yol açmasa, düşdüyü quyudan özü çıxmasa, təbii ki, ona qarşı tərəf kömək edə bilməz. Yəni, insan ilk növbədə düşüncəsini dəyişməlidir, düşüncəsini formalaşdırmalıdır. Məsələn, bir adam özün quyuya atıbsa, pis düşüncə vasitəsilə özün quyuya atıbsa, ona nə qədər sözlər desələr də, o artıq bu beyninə o fikirləri qoyubsa, heç kim ona kömək edə bilməz. Ancaq bu beynindəki pis fikirləri təmizləməlidir və təmizləməkdən də ötürü düzgün və yaxşı bir kitablar oxumalıdır ki, onun həyatında dəyişikliklər olsun. Həyatında dəyişikliklər olandan sonra o özünü xilas edə bilər. Ayrı bir insanlar onu xilas edə bilməz. Ayrı bir insanlar ancaq ona yol göstərə bilər.